13 mart 2026-cı ildir və həftənin cümə günü dəyərli izləyicilər Bakıda demək 400 nəfərin sığına biləcəyi bunker üzə çıxıb. Onun fotolarını da sizinlə bölüşəcəm. İran-İsrail-Amerika müharibəsi fonunda Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən köhnə yeraltı bunker yenidən gündəmə gəlib. Bunker Sovet dövründə inşa olunub və hazırda olduqca baxımsız bir vəziyyətdədir və bunkerin içərisinə daxil olduqda uzun bir koridor görünür və koridorun sonu müxtəlif qaranlıq otaqlara açılır. Otaqlar arasında isə keçidlər mövcuddur və bəzi otaqlarda isə yararsız monitorlar diqqət çəkir, həmçinin müxtəlif səslər də eşidilir. Bunker təxminən 300-400 nəfərin sığınması üçün kifayət bir geniş bir sahəyə malikdir. Eyni zamanda da bu demək görüntülər diqqəti cəlb edir və bunker həm tarixi baxımdan, həm də potensial təhlükəsizlik imkanları ilə maraq doğurur deyə bilərik. Bax, bu görüntüləri də izləyirsiniz və Fotostoks yeraltı obyektin içindən sizə görüntüləri təqdim edir. Mən də sizinlə həmin o görüntüləri bölüşürəm. Baxın, bax belə görüntülərdir, bunkerin görüntüləridir ki, burada yəni növbəti mərhələdə hər hansı bir hadisə baş verərsə, yəni 400 nəfərin qala biləcəyi bunkerin görüntüləri hal-hazırda yayılıb dəyərli izləyicilər.